Hadisə ilə bağlı Modern.az-a Azərbaycan Demokratik Partiyasının sədri Sərdar Cəlaloğlu şok açıqlama edib. O qeyd edib ki, bu hərəkətlər dövlət çevrilişinə cəhd kimi dəyərləndirilməli və həmin şəxslər daha sərt şəkildə cəzalandırılmalıdır. Burada söhbət sadəcə SSR-ni bayrağı qaldırmaqdan getmir. Onların bir saytı var. Orada açıq-aşkar müstəqil Azərbaycan dövlətinin əleyhinə, SSR-nin, Rusiyanın isə leyhinə silsilə verilişlər yayımlayırlar. Uzun müddətdir onları izləyirəm, planlı şəkildə Azərbaycan dövlətçiliyinə qarşı Rusiyanın maraqlarına uyğun ciddi siyasət aparırlar. İndi küçəyə çıxmaları İmişlidə bir müddət öncə baş verənlərin davamıdır. İqtidarda kifayət qədər adamlar var ki, onları dəstəkləyir, maliyyələşdirirlər. Siz onların internet televiziya kanalına baxanız, görərsiniz ki, Azərbaycan dövlətinə, müstəqilliyimizə qarşı nə qədər nifrət təbliğ edirlər. Azərbaycanda istənilən zorakılığa çağırmayan ideologiyanı təbliğ etmək qanunidir. Kommunist ideologiyasının əsas tələblərindən biri isə inqilab nəzəriyyəsi və sinfi mübarizədir. Azərbaycan Konstitusiyasının 1-ci maddəsində göstərilən Azərbaycanın müstəqil və demokratik respublika olmasını özündə ehtiva edən müddəalar toxunulmazdır. Bunlar isə Sovet Sosialist Respublikalar İttifaqı uğrunda mübarizə aparırlar. Azərbaycan Konstitusiyasının 1-ci hissəsində nəzərdə tutulmuş, hətta referendumla belə dəyişdirilməsi mümkün olmayan müddəalara qarşı çıxış edirlər. Bunların demokratik Azərbaycanı yıxıb yerində sosialist respublikası qurmaq şüarı faktiki olaraq Azərbaycan Konstitusiyasında nəzərdə tutulmuş dövlət çevrilişi hərəkətlərinə uyğundur. İkinci bir məsələ SSR-nin təbliğ olunmasıdır. SSR formal olaraq respublikaların ittifaqı idi, amma əslində Rusiya müstəmləkəçiliyinin başqa bir forması idi, hətta xalqlar həbsxanası adlandırılırdı. Deməli, burada sosializm ikinci dərəcəlidir. Əsas məsələ Azərbaycanı yenidən Rusiyanın təsirinə qaytarmaq cəhdləridir. Bu adamların o müstəqilliyimizin əleyhinə, Sovet hökumətinin tərifinə həsr olunmuş çıxışlar, debatları var. Azərbaycandakı indiki sosial-iqtisadi durumdan istifadə edib, saatlarla müstəqilliyin əleyhinə, Sovetlərin leyhinə çıxışlar edirlər. 1937-ci il repressiyaları, 20 yanvar hadisələri, kollektivləşmə və mədəni inqilab zamanı qırılan Azərbaycanlıların sayı hardasa indiki Azərbaycan əhalisinin sayına bərabərdir. Belə bir qanlı rejimi müdafiə etmək yol verilməzdir. Onlar çox ağır şəkildə cəzalandırılmalıdırlar. Burada ictimai asayiş pozulmayıb. Ortada Azərbaycan dövlətinin Konstitusiyanın 1-ci bəndindəki müddəaların dəyişdirilməsinə çağırışlar var. Yəni, onların hərəkəti dövlət quruluşunun dəyişdirilməsinə çağırış kimi dəyərləndirilməlidir. İkinci bir məsələ SSR-nin təbliğ olunmasıdır. SSR formal olaraq respublikaların ittifaqı idi, amma əslində Rusiya müstəmləkəçiliyinin başqa bir forması idi, hətta xalqlar həbsxanası adlandırılırdı. Deməli, burada sosializm ikinci dərəcəlidir. Əsas məsələ Azərbaycanı yenidən Rusiyanın təsirinə qaytarmaq cəhdləridir. Bu adamların o müstəqilliyimizin əleyhinə, Sovet hökumətinin tərifinə həsr olunmuş çıxışları, debatları var. Azərbaycandakı indiki sosial-iqtisadi durumdan istifadə edib, saatlarla müstəqilliyin əleyhinə, Sovetlərin leyhinə çıxışlar edirlər. 1937-ci il repressiyaları, 20 yanvar hadisələri, kollektivləşmə və mədəni inqilab zamanı qırılan Azərbaycanlıların sayı hardasa indiki Azərbaycan əhalisinin sayına bərabərdir. Belə bir qanlı rejimi müdafiə etmək yol verilməzdir. Onlar çox ağır şəkildə cəzalandırılmalıdırlar. Burada ictimai asayiş pozulmayıb. Ortada Azərbaycan dövlətinin Konstitusiyanın 1-ci bəndindəki müddəaların dəyişdirilməsinə çağırışlar var. Yəni, onların hərəkəti dövlət quruluşunun dəyişdirilməsinə çağırış kimi dəyərləndirilməlidir.